Əgər siz green card alarsınız və yaxud viza alarsınız tamam başqa bir ölkəyə və ümumiyyətcə siz şirlər üçün finans pul qazanc çıxır. Amma bu pulu qazanmaq sizə xarici torpaqlarda görünür ən çox da. Ola bilər işlə əlaqədar sizi işdən göndərərlər harasa kursa və yaxud işlə əlaqədar biraz uzaq məsafəyə, yaşadığınız evdən uzaqda da olarsınız. Ümumiyyətcə siz nələrisə düzəldə bilərsiniz. Ola bilər əməliyyata gedərsiniz, üz, çənə, burun, estetik, tamam dəyişmək. Nələrisə edə bilərsiniz. Yəni elə bir sanki sıfırdan dəyişirsiniz. Və sevgi məsələsinə də belədir. Tanışlıqlar çıxır. Sizinlə çox adam tanış olmaq istəyəcək, tanışlıq etmək istəyəcək. Amma burada seçim belədir ki, siz özünüz seçimlər etməlisiniz. Çünki burada sizin rəyiniz maraqlı tərəfdir. Çünki siz uzun müddətli hələ ki heç kəsinə yaşamaq fikrinə düşmürsünüz. Qısa müddətli və sanki axtardığınızı tapmışsınız. Onun axtarışında deyilsiniz. Sevgi, məhəbbətin axtarışında deyilsiniz. İş, biznes sizə maraqlıdır. Yəni maraqlı tərəflər sizə budur. Dəyərli şirlər. Dəyərli qız bürcləri üçün proqnoz nə edir? Yupiter. Yeni tanışlıqlar ola bilər. Kimlərləsə yeni tanışlıqlar edə bilərsiniz. Yeni qonaqlarınız ola bilər. Məsələn, çoxdan görmədiyiniz qohumlarla görüşə bilərsiniz. Yenə yeni tanışlıqlar çıxır. Burada sevgi, məhəbbət mənasında, amma bunlar gizli şəkildədir. Gizli şəkildə siz eşq yaşaya bilərsiniz və yaxud görüşə bilərsiniz bu insandan, amma gizli şəkildə. Söyləyərsiniz, ola bilsin ki, heç kəs bilməsin. Təkcə bu ondan ibarət deyil ki, həyat yoldaşım bilməsin deyə. Evlilərə aid deyil, təkcə subaylara da aiddir. Yəni, sanki gizli saxlayırsınız. Bax bu cürə. Sonra ev alqı-satqısı ola bilər əşya alqı-satqısı olsun, nəyisə ala bilərsiniz, istəməzsiniz, satarsınız yenidən və yaxud nəyinizsə var, onu satışa qoyarsınız. Kimlərinsə daha doğrusu, məsəl üçün, övladları da ola bilər, kimlərinsə bacı və qardaşları evlənə bilər, yeznə gəlin artım ola bilər, kimlərdəsə yeni uşaqlar dünyaya gələ bilər. Yəni qız bürcləri belə hər zaman kimi ev məişət işləri ilə məşğuldular. Tərəzilər üçün ümumiyyətcə ilk öncə bu çıxır. Pul, maddiyat, bol qazanc və övladlar. Ola bilər sizin övladlarınız olsun, ola bilər qardaşınızın, bacınızın övladı olsun, amma yaxşı pullar xərcləyəcəksiniz. Və pul, maddiyat gəlir. Sanki xərcləyirsiniz, onun əvəzi pul gəlir. Tərəzi bürcləri üçün yeni qazanclar çıxa bilər. Ola bilər yeni ortaqlarınız olsun. Ümumiyyətcə, Yupiter sizə bol qazanclar gətirəcək. Bağlı qapıların açarı çıxar tərəzilər üçün. Nələrisə çözəcəksiniz, nələrisə həllini çözəcəksiniz və yaxud uzun zamandır düşünürsünüz, həllini çözə bilmədiyiniz məsələlərin həllini tapacaqsınız. Siz əqrəb, xırçəklər və balıqlar üçün daha çox uğurlu olacaq Yupiter. Sizlər üçün ola bilər evlilik olsun, kimsə evlənməyi təklif edə bilər, ola bilər siz uzun zamandır nişanlısınız və toyu tezləşdirə bilərsiniz, anidən qərar ala bilərsiniz evlənmək üçün, anidən qərar ala bilərsiniz xeyir iş üçün, bax bu ola bilər, kimisə bəyənə bilərsiniz, ümumiyyətcə sizə kimisə bəyəndirə bilərlər, bəyənərsiniz, bu balıqlar üçün də çıxır, ola bilər balıqlar üçün kimisə təklif edərlər, balıqlar da bəyənər kimisə, sizə də eynən belə çıxır. Və müsbət tərəflər burada çoxdur. Hədiyyələr ola bilər siz ana ola bilərsiniz, yeni qrafiklə yaşamağa başlayarsınız və yaxud da ki, ata ola bilərsiniz, yeni məsuliyyətləriniz ortaya çıxar. Bax bu kimi. Oxatanlar üçün tamam fərqli bir şeylər çıxır Yupiterdə. İlk öncə qazanc çıxır. Oxatanlar üçün əvvəldə də, ortada da, axırda da bol qazanclar çıxır. Çoxlu ola bilər klient olsun, sifarişlər, çoxlu ola bilər sizin işinizdə artım olsun, ola bilər maaş artımı olsun, ola bilər sizə premiya verərlər. Valideynlər olanlar, oxatanlardan valideynlər üçün çoxlu qazanc və çoxlu xərclər çıxır. Ümumiyyətcə səyahət çıxır, başqa da uzaq torpaqlara ayaq qoymaq çıxır, harasa ola bilər gedərsiniz istirahətə, iş üçün və psixoloji durumlar çıxır burada. Ola bilər psixoloji nəsə zərbələr almışsınız nə vaxtsa, elə bir sanki onu unutturacaq bir insan olacaq sizin həyatınıza gələcək və bir qədər də olsa, az bir müddətli də olsa onu ağlınızdan çıxarda bilən bir insanlar.
Bəli, oxatanlar qaçırlar hər zaman münasibətlərdən. Qaçan, ümumiyyətcə qaçanlar olur da bu oxatanlar.